Salam, bu gün 1 iyun blok imtahanına düşmüş informatika suallarından 89 və 90 nömrəli tapşırıqlara baxırıq. Python proqram qurma. 89 nömrəli tapşırığa baxaq. Demək, burada bizə natural ədədlər ABC sütunlarına uyğun şəkildə düzülübdür. Gəlin baxaq. Necə düzülüb? Baxın, ABC yazıram. 1, 2, 3 yazılıb, sonra 4, 5, 6, sonra 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu şəkildə davam edir ardıcıllıq 16, 17, 18. Bu şəkildə yazırıq ta ki 102-ci ədəd daxil olmaqla 102-ci ədədə qədər. Baxın, biz burada bir uyğunluq əslində rahatdır, amma biraz uzundur. Bir uyğunluq əldə etməliyik ki, mən bax bir A siyahısı götürərəm, bir B, bir də C. Bunlara elementləri əlavə etməliyəm, amma elementlər arasında uyğunluğa baxmalıyam. Baxaq A sütununda hansı elementlər var? 1, 6, 7, 12, 13, 18. Baxın, 1 üstünə 6. 7. 7 üstünə 6, 13. 13-ün üstünə 6, 19. Baxın, həqiqətən də burada 19, 20, 21 bu şəkildə olacaqdır. Demək, burada bir elementdən 6, 6 artma vardı. Baxın, 2-nin üstünə 6, 8, 8-in üstünə 6, 14, 14-ün üstünə 6, 20. Sonra 3-ün üstünə 6, 9, 9-un üstünə 6, 15, 15-in üstünə 6, 21. Demək, bunlar arasında əlaqəni gördük. Sonra ikinci, baxın, yaxşı, mən 1-i, 7-ni, 13-ü, 19-u əlavə etdim. Bu ardıcıllıqla. Bəs onda 6-nı necə edək? Baxın, 6 ilə 7-nin arasında bir fərq var. 12 ilə 13-ün arasında bir fərq var. 18-19 arasında bir fərq var. Bu şəkildə. Demək, A sütununa mən belə əlavə edə bilərəm. Gəlin yazaq. Yox, bir də buna baxaq, B-yə də baxaq, sonra keçək yazaq. Demək, 2-yə baxaq, B siyahısına. 2-nin üstünə 6, 8, 8-in üstünə 6, 14, 14-ün üstünə 6, 20. 8 ilə 5 arasında 3 fərq vardı. 11 ilə 8 arasında 3 fərq var. 14 ilə 11 arasında 3 fərq var. Diqqət eləsəniz, bu fərqlərə diqqət eləyin. İndi sizə nə demək istədiyimi başa düşəsiniz. Demək, A sütununda bunlar arasında 1 fərq var. B sütununda bunlar arasında 3 fərq var. C sütununa baxaq. 4 ilə 9 arasında 5. Demək, hamısı arasında 5 olacaq. 15 ilə 10 arasında 5. Sonra 21 ilə 16 arasında 5 fərq vardı. İndi bunları bildik, başa düşdük. Keçək proqramımızı yazmağa. Demək, bir n ədədi daxil edək. N bərabərdir int input. Sonra bu ədədi daxil edəndən sonra siyahılar götürək. A siyahısı birinci elementi 1-dir. B siyahısı birinci elementi 2-dir. C siyahısı birinci elementi 3-dür. Bundan sonrakıları artıq bayaq dediyimiz qayda üzrə hər biri üçün ayrı-ayrı dövr edib elementlərimi daxil edəcəm. For I in range. Demək, 1-dirsə, 1-in üstünə 6 nə eləyəcək? 7-dən 7-ni əlavə etsin. 1 varımızdır. 7-ni əlavə etsin. 103-ə qədər 103 daxil olmur bildiyimiz kimi. 6 addımlasın. Gəlsin. Demək, I yox. A nöqtə append I. Baxın, bayaq dediyim kimi 6 artanları artıq A siyahısına əlavə etdi. Və demişdim ki, digərləri arasında baxın 6 idi, sonra 7 idi. Diqqət eləsək, baxın burada da 6-dır, sonra 7-dir. Demək, mən 7-ni əlavə etmişəmsə, 6-nı necə alaram? I bərabərdir
i çıxılsın 1. Və bu altını da nə edirəm? A nöqtə append i. Altını da siyahıma əlavə edirəm. Baxın, yoxlayaq. İkinci səfər gələcək. Demək 7-dir. 6 artacaq. 6 addımla gedəcək. 13 olacaq. 13-ü əlavə edəcək. Bir də 13-dən birini çıxıb 12-ni əlavə edəcək. Bu şəkildə A siyahımı mən artıq əlavə etmiş oldum. Keçirəm indi B siyahımı formalaşdırmağa. B siyahısı üçün yenə eyni. For, bu dəfə başqa J, in, range. Aha, 2 varımdır. Baxın, siyahıya 2 varımdır. Üstünə 6 gələndə nə olur? 8. 8-dən 103-ə 6 addımdan. Baxın, 6 addımdan olanları rahatcana mən əlavə edirəm. J nöqtə, A nöqtə, append, J. Artıq 6-6 olanları artırdım. Burada səhvim var. A nöqtə, append, J. Bunu da etdim. Sonra A yox, üzr istəyirəm. Artıq B siyahımı formalaşdırıram. B nöqtə, append, J. Sonra demişdim ki, baxın, 8 ilə 5 arasında 3 fərq vardı. 11 ilə 8 arasında 3 fərq vardı. Demək, burada nə etməliyəm? 8-i əlavə edəndən sonra 8-dən 3-ün çıxıb əlavə etməlidir. Onda yazıram. J bərabərdir. J çıxılsın 3. Bu da mənim digər elementlərimin əlavə olunması. B nöqtə, append, J. Keçdik nəhayət son 3-cü sütunumu formalaşdırmağa. For K in range. Neçədən neçəyə? Baxın, K-da varımızdır 3. 3 vardı. Bundan sonra bizə neçəni əlavə edəcək? 9-u 103-ə qədər 6-6 addımlayacaq. Bu 6-6 addımlayanlarım. Sonra demək 6-6 addımlayacaq. Demək nə etməlidir? C nöqtə, append, K. C nöqtə, append, K. Demişdik, onlar arasında da fərq 5-dir. K bərabərdir. K 9-u əlavə edəndən sonra 5-in çıxıb 4-ü də əlavə etsin. Demək, C nöqtə, append, K. Artıq bizim siyahılarımız hazırdır. ABC siyahısı. Bundan sonra rahatdır. Yoxluyuram. If A siyahısında sayıram. A nöqtə, count, n. Daxil etdiyim ədədi. Əgər 1-ə bərabər olsa, deyirəm ki, print A. Yəni print A. Burada yoxdursa deyirəm elif. Əgər burada yoxdursa B nöqtə, count, n. B-də say. B-də heç olmaya bir dənədirsə, onda print B. Orada da yoxdursa, demək ki, əks halda else print C. Demək, heç birində yoxdursa, print C. Belə. İndi gəlin yoxlayaq. Məsələn, 6. 6-ya bizə A verməlidir. Baxaq. Səhvimiz vardı. Harda? Line 2. Hə, burada bərabər yazmamışam. A bərabər, B bərabər. Hə. İndi baxaq.
6 verək A. Gördüyünüz kimi 6 verəndə bizə A verdi. Bu arada 89-cu tapşırığı daha lakonik yazmaq olar, amma ki belə izahı ilə tam olaraq nə olduğunu izahı ilə yazdım. Əslində iflərlə şərt qoyub yazmaq da olar. Hələ ki imtahandan təzə çıxılıbdır, yəni hamı cavab gözləyir, onun üçün bu şəkildə geniş izahla yazdım. Gəldik 90-cı tapşırığa. Klaviaturadan daxil edilmiş sətirdə müxtəlif simvolların sayını tapan proqramı Python dilində yazın. Klaviaturadan daxil edilmiş simvol deyirsə, artıq biz n bərabərdir input bir sətir daxil edirik. N bərabərdir input. Daha sonrasında demək bu sətrin hər bir elementinə bir müraciət edirik. Baxın, bir dənə boş sətir götürürəm. B bərabərdir boş bir sətir. Daha sonra deyirəm ki, for i in n. N'in hər bir elementinə demək müraciət edirəm. Deyirəm, əgər if b.count, bax, boş siyahımdan say i olmazsa, yəni yoxdursa, onu neyniyək? Bərabərdir 0. Əgər yoxdursa, b-yə əlavə et i-ni. Sonda nə baş verəcək? Əgər ikinci səfər gəlib həmin elementdən ikinci səfər varsa, artıq 0-a bərabər olmadığı üçün əlavə etməyəcək. Yəni hər elementindən bir dəfə əlavə edəcək və sonda da nə etməliyəm? Print len b. Orada nə veribdi bizə? Banan. Məsələn, yazıram. Banan 3 verməlidir bizə. Banan. Aha, bəli. Banan verdikdə artıq bizə 3 cavabını verdi. Biraz yuxarıdakı düşündürücü idi. Bu çox rahat və sadə idi.